Yaşamaq. Bu şəhərdə mənimki ilə bərabər axan minlərlə hekayə var. Təəssüf, çox hansı çərçivələrin və qadağaların içində axan hekayələr. Cəmaat nə deyər sözü ilə axan hekayələr. Başqa hekayələrə qarışanlar və cənnətdən pay gözləyib həyatı sıxışdıran hekayələr. Mən demirəm ki, heç nə inanma. Mən demirəm ki, qiyamət qopsun. Mən deyirəm ki, bir dəqiqə sonrasının belə bilinmədiyi dünyada heç kim ölümdən sonrası üçün bu qədər əmin danışmamalıdır. Və mən deyirəm ki, bundan cəmi 100 il sonra ətrafında gördüyün heç kim yaşamayacaq. Dəyərmi hansısa çərçivədə qalmağa? Sən bir gün heç olmamış olacaqsın. Bastığın torpaq səni gözləyirsə, yaşadığın müddətcə ona var gücünlə bas. Sevmək istəyəndə sev, əylənmək istəyəndə əylən. Sənə sonra üçün vəd edilənlərə yox, hal-hazırda əlində olan üçün. Nə pul, nə bahalıq, nə ölüm səni çaşdırmaz. Çünki ən önəmli varlığın adı heç biri deyil. Səndə, məndə və hər birimizdə olan ən önəmli varlığın adı